Salam, Realdasınız. Real sizə Göyçay rayonundan xəbər verir. Ənənəvi olaraq Göyçayda nar festivalı keçirilir. Kadrlardan da gördüyünüz kimi stendlər qurulur və stendlərdə müxtəlif nar sortları nümayiş edilir. Qeyd edim ki, festival Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznes İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi nar festivalı keçirilir. Festivalın əsas məqsədi regionun narçılıq ənənələrinin qorunması və təbliği, bu ənənələrin turizm məhsuluna çevrilməsi, eləcə də yerli istehsalçılar üçün satış və tanıtım imkanlarının genişləndirilməsidir. Qeyd edim ki, 65-dən çox stendin yer aldığı festivalda istehsal ilə məşğul olan müəssisələrin nardan hazırlanan məhsulları, fermerlər tərəfindən yetişdirilən müxtəlif nar növləri və onlardan hazırlanan məhsullar, narla bağlı əl işləri nümayiş etdirilir. Məhsulların degustasiyası, yarmarka ustad dərsləri, rəsm sərgisi, müxtəlif müsabiqələr və folklor qrupların çıxışları təşkil olunub. Hazırda da kadrlardan da gördüyünüz kimi yerli və xarici qonaqlar festivalda iştirak edirlər. Qeyd edim ki, festival daha sonra bədii hissə ilə davam edəcək. Hələlik bizim bu saata çatdıracaqlarımız bu qədər. Gözünüz Realda olsun.